Om Namo Bhagavati Vasudevaya. Bhagavad Gita fəsil 18, mətn 68-69 bir yerdə. 68-ci mətnə Bhaktivedanta Swami Srila Prabhupada izah verib, 69-cuya yox. Ona görə biz bunların ikisini bir yerdə oxuyuruq, bir-birinin tamamlayan beytlərdir. Xoş gördük Bhagavad Gita'nın dəyərli dinləyiciləri. 18-ci fəslin adı mükəmməl tərki dünyalıq qurtuluş yolu və yaxud və sanskrit dilində isə moksha yoga, moksha qurtuluş deməkdir. Bu sonuncu fəslin 68-69 mətnlərdir. Fəsil cəmsi 78 mətndən ibarətdir. Deməli, qabaqda bizim 9-10 dənə mətn qalıb. Bununla biz Bhagavad Gita'nı yekunlaşdıracağıq inşallah. 68-ci mətnin 69-cu mətnlərin sanskriti belədir. Ya idam paramam guhyam madbhakteshva abhidhasyati bhaktim mayi param kritva mam evaishyat asamshayaham nachatasman manusyeshu kaschin me priyakritamam bhavita nacha me tasmad anyah priyataro bhuvi. Beytlərin Azərbaycan ilə tərcüməsi. Bu ali sirri fədailərə açan şəxsin, Tanrının sadiq fədailərini açan şəxsin saf sədaqətli xidmətə nail olacağına zəmanət verilmişdir. Və son nəticədə o mənim yanıma qayıdacaqdır. Bu dünyada mənə ondan əziz xidmətçi yoxdur və heç vaxt olmayacaq. Bax, bu 68-69-cu mətnlər ikisi bir yerdədir. Bundan əvvəlki 66-da deyəndə ki, Krishna deyir Sarvatarman Parityagam Mamekam Sharanam Raja Aham Tvam Sarvapabhipyo Moksheshem Mashuchaha. Krishna burada Bhagavad Gita'nı bitirir əslində. Son sözünü deyir Arjuna. Bu son nöqtədir. Hər cür dini etiqadı qoy qırağa. Əl çək onlardan. Sadəcə olaraq özünü tək mənə həsr elə. Tək olan Allah'a. Mən səni bütün günah əməllərini əksəsindən azad edəcəm, qorxma. Son sözüdür Krishna. Və ondan sonra 67-ci mətndə deyir ki, bu məxfi biliyi zahidlik eləməyənə, fədai olmayana, sədaqətli xidmət göstərməyənə və mənə paxıllıq edənə vermək olmaz Krishna deyir. 4 kateqoriya sayır. Biz onu izah elədik 67-ci mətnin mühazirəsində. Ardınca indi deyir ki, bu ali sirri, indi əksinə deyəcək. Bu ali sirri mənim fədailərimə açan şəxsin saf sədaqətli xidmətə nail olacağına zəmanət verilmişdir və son nəticədə o mənim yanıma qayıdacaqdır. Bu dünyada mənə ondan əziz xidmətçi yoxdur və heç vaxt olmayacaqdır. Bhaktivedanta Swami Srila Prabhupadanın qısa izahı beytə. Adətən Bhagavad Gita'nı fədailərin arasında, yəni Tanrı fədailərin arasında müzakirə etmək məsləhət görülür. Yəni Allahın sadiq xidmətçilərinin bu deməkdir. Fədai sadiq xidmətçi deməkdir. Burada fədai sözün mənası. Sadiq, Allahın sadiq xidmətçisi. Deməli, adətən Bhagavad Gita'nı Tanrının sadiq xidmətçiləri arasında müzakirə etmək məsləhət görülür. Çünki bu cür sadiq xidmətçi olmayan adamlar nə Krishnanı, nə də Bhagavad Gita'nı dərk edə bilmirlər. Krishnanı və Bhagavad Gita'nı həqiqətli olduğu kimi qəbul etməyən adam Bhagavad Gita'nı istədiyi kimi izah edib onu təhqir etməməlidir. Yalnız Krishnanı Allah ali şəxs kimi qəbul edən insan Bhagavad Gita'nı şərh edə bilər. Bhagavad Gita'nın mövzusu fəlsəfi mühakimələr yürüdənlər üçün deyil, yalnız Tanrının sadiq xidmətçiləri üçün nəzərdə tutulmuşdur. Bununla belə Bhagavad Gita'nı olduğu kimi səmimiyyətlə təqdim etməyə çalışan insan sədaqətli xidmətdə kamilləşəcək və saf sədaqətli xidmət pilləsinə nail olacaqdır.
Bu cür saf sədaqətinin nəticəsində o hökmən geriyə, əbədi mənzilinə, Tanrının yanına qayıdacaqdır. Bu Bhaktivedanta Swami Srila Prabhupadadan beytə verdiyi izah idi. Mətnlər necə səsləndi deməli? Bu ali sirri fədailəri açan, mən fədailərimə, sadiq xidmətçilərimə açan, saf sədaqətli xidmətə nail olacağına zəmanət verilmişdi. Açan şəxsin. Və o mənim yanıma və son nəticədə o mənim yanıma qayıdacaqdır. Bu dünyada mənə ondan əziz xidmətçi yoxdur və heç vaxt olmayacaqdır. Və Şrila Prabhupada da özünün birinci cümləsinin izahında nə deyir? Deyir, adətən Bhagavad Gita'nın Tanrının sadiq xidmətçiləri arasında müraciət etmək məsləhət görülür. Çünki fədai olmayan adamlar nə Krishnanı, nə də Bhagavad Gita'nı dərk edə bilmirlər. Krishnanı və Bhagavad Gita'nın həqiqətli olduğu kimi qəbul etməyə adam Bhagavad Gita'nı istədiyi kimi izah edib, bunu təhqir etməməlidir. Deməli, Bhagavad Gita'nı oxumağı öyrənmək, bu necə? Tanrı sədaqətli xidmət, sadiq xidmətçi yoluna duranda bəhrə verir, sözün əsl mənasında. Bu, necə deyirlər, olduqca vacib momentdir, bunun başa düşülməsi, dərk olunması vacib məsələdir. Məsələn, hər kəsin Tanrının sədaqətli xidmət yoluna duran fədaisi, Tanrının ailəsi, Allah ali şəxsin ailə üzvüdür sanki. Bu bizə buna bənzəyir ki, bir ailənin sirrini ailənin üzvləri bilə bilərlər də. Kənar adam bilə bilməz ki, yaxud da ki, o ailənin evində nə var, nə hardadır, necə hardadır, o ailənin üzvü bilir. Ona görə Tanrının, təbii ki, bütün mövcudiyyət Tanrının ailəsidir, bütün mövcudiyyət hər şey onun, bütün yaradılışın hamısı Tanrının övladlarıdır, sözsüz. Amma ki, kimlər ki, Tanrının sədaqətli xidmət yoluna durur, Tanrının fədaisi olurlar, onlara təbii ki, münasibət də başqadır, seçilməlidir də, bu başqadır. Çünki maddi dünyada mövcud olan canlı varlıqların müxtəlif əhval-ruhiyyələri var. Hər bir əhval-ruhiyyədədir bu saat Allah şəxsi qarşı münasibətdə. Necə ki, məsəl üçün, valideyn, elə bir insan ola bilərəm ki, mən bütün insanları sevirəm, bütün uşaqları sevirəm, düzdür. Amma istənilən halda öz uşaqlarıma müəyyən bir ayrıca bir münasibət duyur insan öz daxilində. Elə duyur. Yaxud da ölkənin şahının vətəndaşlarına müəyyən bir məhəbbəti ola bilər. Deyək ki, belə deyək də, söhbət normal cəmiyyətdən gedir. Amma onun öz övladlarına münasibətində xüsusi bir şey də ola bilər. Xüsusi bir nəsə də ola bilər. Elə deyir. Beləcə də Tanrının öz sədaqətli xidmət yoluna durmuş fədailərinə xüsusi münasibəti var. Və sədaqətli xidmət yolunda duran insan o elə bir insandır ki, onun mövqeyi Tanrının iradəsinin ən ali iradəsinə uyğun gəlir. Tanrının maddi dünyada ən ali iradəsi var. Ali bir iradə həyata keçirilir. Və bir də insan həyatının ən ali məqsədi var. Məhz Tanrı Allah ali şəxsə sədaqətli xidmət yoluna duran insan bu iki məsələdə nədədir? Öndə gedir. Nə? Tanrının ən ali iradəsini həyata keçirməkdə, bir də insan həyatının ən ali məqsədini əldə eləməkdə. Çünki burada Tanrının müxtəlif cür tanıyan, müxtəlif cürdə ona sitayiş edənlər var. Müxtəlif niyyətə, müxtəlif məqsədə malik olanlar var. Düzdür, kimsə Tanrını nur kimi tanıyır. Nurdan başqa bir şey deyil. Kimsə buddistlər kimi deyirlər, boşluqdan başqa bir şey deyil. Boşluqdur. Hər şey boşluqdur.
Mütləq həqiqət boşluqdur. Kimsə Tanrını, onun arzularını, istəklərini həyata keçirdən bir necə deyirlər, himayədar kimi qəbul edir ki, mən arzulayıram, istəyirəm, o da onun adlı həyata keçirməlidir və bunun arzuların ən yüksəyi cənnətdə gedib həzz almaqdır. Kimsə Allahdan nəsə əvəz gözləmək üçün onu tanıyır və ibadət edir ona. Ki, mən cəhənnəm odundan qaçacam, cənnətə girəcəm. Kim üçünsə Allah budur. Hər an bir, necə deyirlər, hər an bir təsəvvürü var, bu saat hər an bir səviyyəsi var, şuur səviyyəsi var. Amma bütün bunların hamısında kimsə, yenə fikrimizi davam edək, kimsə onu, Tanrını paramatma kimi tanıyır, qəlbdə olan bütün mövcud bu dərk olunmazlıqları, mistik məsələlərin hamısının mənbəyi, sahibkarı, o mistik yoga ilə maraqlanır, kimsə Tanrıdan mistik qabiliyyət əldə edir. Yəni, hərə bir cür, nə deyib? Allahı, bir əksəriyyət indi bu saat belələr var, Allahı tanıyırlar, Allahı tanıyırlar, amma karmik fəaliyyətlə məşğuldur. Yəni, fəaliyyət həyata keçirirlər ki, onun bəhrələrindən özləri həzz alsınlar. Amma dindirsən, bəlkə də deyir, hə, Allah var, qurban olum, Allahı tanıyıram onu. Amma ki, nə ilə məşğuldur? O, iş fəaliyyət həyata keçirdir və onun nəticələrini əldə eləsin, varransın, milyonçu, milyarder olsun, özünə onu eləsin, bu eləsin. Tanıyır, deyirsən, hə, Allahı tanıyır, var da Allah, qəbul edir bu faktı. Amma nə ilə məşğuldur? Allahın nə ilə, bütün bu maddi enerjisi ilə başı qarışıqdır bu saat. O, İmam Cəfər Sadiqin dediyi kimi, Allah deyir, maddi enerjini çağırdı yandan maddiyyəti dedi, mənə xidmət eləyənlərə, sən xidmət elə, sənə xidmət eləyənlərin başını qarışdır, iş verir. Kimsə Tanrının maddi enerjisinə xidmətlə məşğuldur, onu bu cür tanıyır və illüzor enerji onun başını qatışdırıbdır. Bu saat hazır, bizim hazırcı sivilizasiya kimi. Hamının başı qarışıbdır, maddi enerjiyə xidmətdə, intensiv şəkildə maddi enerjiyə xidmət edir, amma maddiyyata. Bu, biz o kategoriyaq, ha. Sənə xidmət eləyənləri deyib, iş ver, başların qarışdır. Baxın, hamı işləyir, işləmək lazımdır. Nə də maddi enerjiyə xidmət edirlər. Tanrıya bu bil vasitə. Hərə bir şeylə məşğuldur, uyğun da onun nə var, uyğun da təsəvvürləri var, uyğun da biliyi var, uyğun dünya görüşü var. Krishna burada deyir ki, bu sirri, mən bu Arjuna danışdığım desəydi, danışdığım bu sirlərin hamısını ancaq mənə sədaqətli xidmət yolunda duranlar dərk edə biləcəklər, başa düşə bilərlər. Və bu onlara, kim bunu onlara açarsa, mənə sədaqətli xidmət yolunda duranlara açarsa, o mənim üçün ən əziz şəxsiyyətdir. Düzdür. Və ondan əziz xidmətçi yoxdur və heç olmayacaqdır, Krishna deyir. Düzdür. Elə adamlar var ki, günahsız insanlar kateqoriyasında, düz günahsız insan yoxdur. Amma ki, belə nisbətən müqayisədə varsan ki, insanlar var ki, onlar Krishna haqqında, Krishna Allah Ali şəxs haqqında, xüsusən də bu qadınlara aiddir. Krishna Allah Ali şəxs haqqında danışanda ki, Allah şəxsiyyətdir, onun adı Krishna'dır, filandır. Elə insanlar var ki, onların karması, onların vəziyyətləri, psixoloji durumları, onlara imkan verir ki, onlar buna etiraz eləmirlər. Deyirlər, nə olsun da Krishna'dır, nə yaxşı. Düzdür, belə insanlar vardır, belə. Belə insanlar da vardır. Onlar bunu qəbul edirlər. Düzdür. Heç nə eləməsələr də bu fakt, buna yanaşırlar belə nə ilə? Məsələn deyirlər, müəyyən bir ehtiramla yanaşa bilirlər. Müəyyən bir hörmətlə yanaşa bilirlər, bildiyinə də. Və gəlirlər onlar buna. Onlar gəlirlər də məsəl üçün. Gəlirlər deyirsən ki, gəlirlər, Bhagavad Gita'nı alırlar, oxuyurlar, vərəqləyirlər, gəlirlər məbədə də, müəyyən bir münasibət də göstərirlər, dinləməyə də gəlirlər, bildiniz nə tərim. Haradasa bir müəyyən bir xidmət də eləməyə çalışırlar, gəlir. Amma ki,
Onun biliyi yoxdur. Biliyi yoxdur. Bu məsələni qəbul elədi. Krishna Allahın adı, Allah alı şəxsdir. Hə. Buna bir müəyyən bir hörmət, müəyyən bir ehtiram göstərdi. Gəldi, ha? Fədailərlə ünsiyyət saxladı. Ha? Gəldi, yəni iştirak elədi, düzdür. Amma onun biliyi yoxdur. Amma o bu gəlməyi bu Krishna üçün böyük bir dənə nədir? Böyük bir dənə faktordur. Çox vacib bir faktordur ki, o müəyyən bir ehtiram, hörmət bəslədi. Gəldi, nəsə elədi. O özü də dərk eləmədən, şuurlu olmayan, tam şuurda, yəni Krishna şuurunda olmayan hələ halda o bizdə deyilir şuursuz şəkildə bunu müəyyən bir xidmətə qol qoydu. Nəsə bir şey elədi Krishna üçün. Bunların hamısı dəyərləndirilir, qiymətləndirilir. Çox qiymətlidir. Çox qiymətlidir. Və onda ona belə insanlara Krishna Arjuna burada deyir. Bax belə insanlara Krishnanın haqqındakı bax bu biliyi, bu məxfi biliyi tədricən asta-asta izah eləməyə Krishna çox yüksək dəyərləndirir. Görsünüz burada deyir ki, belə insan bu sirri sədaqətli xidmətə gələn, mənim sadiq xidmətçilərimə açan insan, izah eləyən insan, şəxsin, belə şəxsin gələcəkdə tədricən mənə saf, pak, sədaqətli xidmətinə nail olacağına zəmanət var. Yəni Krishna ona garantiya verir ki, belə insan son nəticədə gələcək mənə saf sədaqətlə xidmətə. Və beləsi son nəticədə qayıdıb gələcək mənim yanıma. Bu cür şəxsiyyət. Və belə insandan deyir, mənə əziz insan yoxdur bu dünyada, heç vaxt olmayacaqdır. Çünki belə insanın mövqeyi, yenə deyirəm, Tanrının ali iradəsinə uyğundur və bir də insan həyatının ali məqsədinə uyğundur. Buna görə bildiniz. Və bütün kainat da Tanrının ali iradəsinə xidmətdə durub da son nəticədə. Bütün kainat və orada baş verənin hamısı. Hamısında Tanrının ali iradəsi oturubdur. Bildiniz. İstənilən halda Tanrının ali iradəsi orada mövcuddur. Hətta cənnətə getmək istəyənlərin nəyində, biliyində, dünya görüşündə, ibadətində, hətta materializmin özünün canında, hamısı hər yerdə Tanrının ali iradəsi oturubdur, oradadır. Bildiniz nədər? Hər şey və həmən o ali iradəyə xidmət edir. O bir dənə dahinin sözünü oxudum. Deyir ki, mən deyir dərk eləməsəydim ki, sonunda hər şey Tanrının istədiyi kimi olacaq. Mən deyir dəli olardım. Deməli, bunu dərk edib ki, əslində sonunda hər şey Tanrının istədiyi kimi olur. Çünki Tanrının ali iradəsinə hər şey xidmət edir, bildiniz. Bu mənada onun ali iradəsinin təzahürü ona sədaqətli xidmət yolunda duranda təzahür eləyir. Onun ali iradəsinə tam yaxın olur. Bildiniz, o Krishnanın ali istəyinə, ali iradəsinə tam yaxın gəlmiş insanlardır bunlar. Yaxına gəliblər. Ona görə də onlara Krishna bax bu cür burada belə böyük xüsusi bir şey göstərir, diqqət göstərir. Ki, mən belə insanlara mənim verdiyim bu məxfi biliyi izah eləyən, açıqlayan insan növbəti etapda mənə saf sədaqətli xidmət məqamına yetişəcəkdir və buna mən garantiya verirəm, zəmanət verirəm. Və son nəticədə də o mənim yanıma qayıdıb gələcək hökmən. Bundan əvvəlki mühazirədə biz tanışdıq. Arjuna Bhagavad Gita'dakı bu məxfi biliyi kimə danışır? Üzr istəyirəm, Krishna bu Bhagavad Gita'dakı məxfi biliyi kimə danışır? Arjuna'ya. Krishna Bhagavad Gita'dakı bu məxfi söhbəti kimə danışır? Arjuna'ya. Arjuna kimdir? Arjuna Krishnanın sədaqətli xidmətçisidir. Və Arjuna gəlibdir, dayanıbdır həmin o sədaqətli xidmətin nəyində? Bu saat ki, astanasında. Bu saat Arjuna Krishna möhtəşəm bir dənə sədaqətli xidmət həyata keçiriləcək. Nədir? Kurukshetra müharibəsində döyüşçüdür Arjuna, Kshatridir. Arjuna Brahman deyil, Arjuna Kshatridir. Yəni döyüşçüdür. Şahdır. Bunun işi nədir? Dini bərpa eləmək yolunda Tanrına xidmətində durmaq. Dini prinsipləri bərpa eləmək. Krishna necə deyir ki, deyir,
Yada hidarmasa glanir bhavati barata. Abhyutanam adharmasa tadatmanam sircami ham. Deyir ki, din tənəzzülə uğrayıb dinsizlik hökm sürəndə yerdə. Mən deyir, minillikdən minilliyə zuhur eləyirəm. Paritranaya sadunam vinaşaya çədürşkədəm, dharma samsta panataya sambavamı yuge deyir ki, paritranaya sadunam fədailərimi müdafiə eləmək üçün, vinaşaya çədürşkədəm demonları, Allahsızları məhv eləmək üçün, dharma samsta panataya dini prinsipləri bərpa eləmək üçün mən özüm minillikdən milliyə zaman zaman zuhur eləyirəm. Gördünüz, deməli, Krishna bu iştirak edir Arjuna Krishnaya bu vaxt sədaqətlə xidmətdə. Ona görə Krishna Arjunaya bütün bu məxfi biliyi açır, izah edir, deyir. Krishna özü izah edir Arjunaya. Məxfi biliyi nə? Arjunaya verir Krishna, açır. Bu burada bir neçə yerdə deyir ki, mən sənə ən məxfi biliyi deyirəm. Baxın elə. 64-cü mətn. Deyir ki, Sarva guhya tamam buya şrinu me paramam vachaha iştosi me britam iti tata vakşameti hitam. Mənim əziz dostum olduğuna görə, sənə ali nəsiyyətlər, ən məxfi bilik verirəm. Bildiniz? Ən məxfi biliyi sənə verirəm. Arjun ne deyir? Dalıca baxın nə deyir? Mənim əziz dostum olduğuma görə sənə ali nəsiyyətlər, ən məxfi bilik verirəm. Bunu məndən eşit, çünki bu sənin rifahına naminədir. Baxın, dalca nə deyir? Həmişə mən düşün, mana babamadı baktimam yecimam namaskuru mam evayişyəsi səccamti pratijənə priyosimim. Həmişə mən düşün, mən fədaim ol, mənə istayiş et, mənə ehtiramını bildir. Bu yolla sən hökmən mənim yanıma gələcəksən. Mən bunu sənə vəd edirəm. Çünki sən mənim əziz dostumsan. Hər cür dini etiqaddan əl çək, sadəcə olaraq özünü mənə həsr elə. Tək mənə həsr elə. Sən bütün günahların əks təsirlərini azad edəcəm, qorxma. Gör, bu ikidən biti deyir, Krishna deyir ki, bax, mənim əziz dostum olduğuna görə sənə ali nəsiyyətlər, ən məxfi bilik verirəm, bunu məndən eşit. İkidən bunlar deyir. Bu, Bhagavad Gita'nın ən məxfi hissəsidir. Özünü Krishna haçan ki, deyir, sənin qarşında duranam mən. Başa düşür, məxfilik nədədir? Deyir, sənin qarşı, bax, o həm indiyə qədər nə qədər danışmışım, ey Tanrı, Allah, Brahman, Paramatma və s. Tanrı. Bax, Krishna Arjuna deyir ki, bax, o mənəm. Deyir, durmuşam sənin qabağında. Bax, budur məxfilik, məsələn mən. Mənəm, bax, durmuşam sənin qabağında. Bundan sonra da gəlir ki, mən fədailərimə bu sirri açan şəxsin saf sədaqət xidmətə nail olacağına zəmanət verilmişdir. Və indi də bizdə də biz bunu nə edirik? Kimlər ki, Krishna Şuri hərəkatının nəyinə qoşulur? Missiyasına. Krishna Şuri hərəkatının missiyası nədir? Planetin üstündə bu saat. Krishna Şuri hərəkatının missiyası Bhagavad Gita, Şrimad Bhagavatam deyil əslində. Krishna Şuri hərəkatının missiyası Harir nama və kevalam kolonasti və nasti və qatirata Tanrı müqəddəs adlarının biricə tərənnümü Sankirtani Yagya prosesinin planetə təbliğidir. Yəni nədir? Tanrının müqəddəs adlarının biricə tərənnümü prosesini və son nəticədə bununla Tanrı Allah Ali şəxsi olan hər bir canlı varlığın qəlbindəki sevginin bərpa edilməsi prosesinin təbliğatıdır. Buna kimsə qoşulursa bu hərəkata gəldi, özünün əvvəlki həyata keçirdiyi proseslərin nəticəsi kimi, necə ki Şrimad Bhagavatam'a bu yaxında inşallah Allah deyən olsa başlayanda, orada Şrimad Bhagavatam'ın 2-ci nəğməsində belə bir yerdə beyt var, orada deyir ki Hare Krishna Mahamantrasının tərənnümünə gəlib qoşulmaq, bu deməkdir ki, belə insan əvvəlki həyatlarında bütün dinlərdən keçib, bütün dini praktikaları həyata keçirib, bütün zahidlikləri eləyibdir. Hər cür qurbanları veribdir. Bütün bilikləri əldə eləyibdir. Bütün yoga proseslərinin içindən keçibdir. Bütün müqəddəs yerlərdə olubdur. Yəni, dini praktikada, özünü dərk etmə praktikasında nələr varsa bunların hamısından keçmiş insanlardır ki, onlar Tanrı müqəddəs adları prosesindən rastlaşan kimi həmən dəqiq onu qəbul edirlər. Həmən dəqiq. Onu qəbul edirlər. Bu həmən insanlardır. Ona görə də belə insanlar hansılar ki, gəlirlər, həmən dəqiq qəbul edirlər, bu prosesə qoşulurlar, həyata keçirməyə başlayırlar.
Krishna deyir ki, belələrinə mənim haqqımda bu məxfi biliyi izah eləmək lazımdır. Və onu kimlər ki, bu məxfi biliyi belələrinə izah eləyəcəksə, o mənim üçün o növbəti etapda hökmən mənə pak sədaqətli xidmət mövqeyinə gələcəkdir və son nəticədə mənim yanıma qayıdacaq. Belə insandan bu dünyada mənə əziz xidmətçi yoxdur və olmayacaqdır. Belə insandan mənə əziz xidmətçi yoxdur və olmayacaqdır. Bildiniz? Bunu Krishna bəyan eləyir. Və həmən mən elə bir ki, Krishna'nın burada dediyini bizim indiki vəziyyətimizdə nə olduğunu mən sizə dedim ki, bizim indiki vəziyyətimizdə Krishna'nın burada dediyi nə deməkdir? İndi sual oluna bilər ki, bunu da deyək, vacib məsələ kimi. Sual oluna bilər ki, niyə görə beləsindən Krishna'ya əziz xidmətçi yoxdur və heç vaxt olmayacaqdır? Və niyə görə məhz sədaqətli xidmət yoluna duran bu qədər əzizdir? Krishna üçün sədaqətli xidmət yoluna duran insanın xüsusi məziyyəti, xüsusi mövqeyi, əsas şeyi nədədir? O, nə üçün sədaqətli xidmət prosesi Krishna üçün bu qədər dəyərli və bu qədər əzizdir, bu qədər üstün tutur Krishna beləsini? Demir ki, məsəl üçün cənnətə gedənlərə, demir ki, məsəl üçün tərki dünya insanlara, demir ki, yogilərə, mistiklərə, qiyanilərə, demir Krishna. Krishna deyir ki, mən sədaqətli xidmət yolunda duran fədailərə, mən fədailərimə, sadiq xidmətçilərimə. Niyə görə bu belədir? Ona görə ki, Tanrıya sədaqətli xidmət yoluna duran fədailər, insanlar, onlar Tanrı'nın Krishna'nın dediği o beyt var ya, hemşe deyirdim ya, Savayipam Sapravudarmam Yato Baktira Tokşaca Hayduka Pratiyata Yatma Suprasya dedi. Krishna deyir ki, mən ən ali dini fəaliyyət kimi onu seçirəm insan üçün ki, hansı ki insan gətirir Tanrı Allah Ali şəxsə xidmətə, sədaqətli xidmətə. Və o tamamilə məmnun və xoşbəxt olmaq üçün bu cür xidməti təmənnasız və fasiləsiz həyata keçirməlidir. Görürsünüz, Krishna bunu ən ali məqam sayır. Niyə üçün? Sual oluna bilər nə üçün? Çünki sədaqətli xidmət, biz bunu bu yaxınlarda mühazirədə izah elədik. Sədaqət sözü ilə xidmət sözünü bir-birindən ayırdıq. Ayrı-ayrılıqda izah eləyəndən sonra onu bir yerə qoyuruq. Birinci sədaqət sözünü başa düşmək lazımdır. Sonra xidmət sözünü. Sonra o iki dənə anlayışı bir yerə birləşdirəndə alınacaq sədaqətli xidmətdə. Sədaqət sözünü biz izah elədik ki, bu insanın biliyi olanda, bilik nə deyirlər? Mən bu bədən deyiləm. Mən ruhi canam. Allah Ali şəxsdir, mən onun əbədi xidmətçiyəm. İnsanın bu cür biliyi olanda, belə insan həyatında bütün fəaliyyətini, bütün dünya görüşünü, bütün başına gələnlərin hamısının arxasında özünün ruhi can kimi fərdi şəxsiyyətinin durduğunu, onun əməllərinin durduğu faktı başa düşür, qəbul edir və o qətiyyətlə, səbirlə, səmimiyyətlə dolur. Qətiyyətlə, səbirlə və səmimiyyətlə dolur. Belə insan dolur. Və o, həmən bu qətiyyəti, səmimiyyəti, səbri ilə bir yerdə özünün Tanrı Allah Ali şəxsə xidmətində nə olur? Davamiyyətli olaraq gedir. Bax, buna deyirlər sədaqət. Xidmət isə, mən dedim, Azərbaycan dilində tərcümə olunanda, sanskrit dilində ona deyirlər, nə? Seva, seva. Seva sözü sanskrit dilində xidmət deməkdir. Azərbaycandakı xidmət. Seva sözü də sev sözüdür. Bu bizim Azərbaycandakı sevgi sözünün köküdür. Vətəni sev, ailəni sev, övladını sev, valideyni sev, sev sözü var ya. Bu sev sözü sevgi sözünün köküdür. Bu sev sözü sanskrit dilində xidmət deməkdir. Ona görə sədaqətli xidmət bu sevgi naminə, Tanrı Allah şəxsi sevgi naminə həyata keçirilən fəaliyyətə deyilir. Və bundan yüksək Krishna iradəsi var yox. Ona görə Krishna məhz bax bu səbəbdən də sədaqətli xidmətdə duran özünün xidmətçilərinə bax bu cür mövqe nümayiş etdirir. Deyir ki, bu ali sirri sədaqətli xidmətdə mənim sadiq xidmətçilərimi açan şəxsin gələcəkdə mənə saf sədaqətli xidmətə nail olacağına zəmanət vermişəm. Bildiniz, yəni saf sədaq, pak sədaqətli xidmət. Hər cür nələrdən azad, hər cür arzulardan maddi, mənəvi və s. bütün hər cür arzulardan azad, saf sədaqətli xidmət. Və o son nəticə mənim yanıma qayıdıb gələcək.
Demə, sonunda mən dərgahımda cəm olasınız. Quranda belə bir ayə var. Sonunda mən dərgahımda cəm olasınız. Bax, o sonunda mən dərgahımda cəm olacaqsınız fikrin izahı bu Bhagavad Gita'da Krishna'nın verdiyi bilikdir. Ki orada Allah nə demək istəyir? Sonunda mən dərgahımda çalışsın. Bu məqama çatanlara deyir ki, siz yüksələrsiniz bu məqama, saf sədaqətli, təmənnasız, tam təmənnasız, sevgi yoluna duran xidmətə. Və kimlər ki, o Məhəmməd və Sallallahu demiş ki, din səmimiyyətli, kimlər ki, öz ibadətində səmimidir, onlar müsəlman dinin nümayəndələri, xristian dinin nümayəndələri, onlar həmən dəqiqə göydə tuturlar Hare Krishna Mahamantrasını və onu həyata keçirirlər. Bugünkü gündə bizim Hare Krishna hərəkatın aparıcı davamçıların hamısı müxtəlif dinlərin səmimi nümayəndələridir. Xristianlığın, İslamın, Hinduizmin, Buddizmin, ateizmin hətta belə səmimi insanlardır ki, onlar göydə tuturlar, həmən dəqiqə deyirlər. Chaitanya Mahaprabhu'nun hərəkatının aparıcı şəxsiyyətləri, aparıcı Chaitanya Mahaprabhu. Chaitanya Mahaprabhu bu Hare Krishna hərəkatını 500 il bundan qabaq yaradıbdı. Sadəcə olaraq Bhaktivedanta Swami Srila Prabhupada bunu çıxartdı, bütün Chaitanya Mahaprabhu'nun mərhəməti sayəsində bunu çıxartdı bütün planet səviyyəsinə. Chaitanya Mahaprabhu kainatda yayıb bunu. Allah Ali şəxsdir o. Amma onun o şeyini həyata keçirən nə? Fədailəri var da, həyata keçirirlər. Yəni mən bunu eləmişəm bu şey. Krishna Arjuna deyir ki, Arjuna, mən buranı yığışandan hamısını öldürmüşəm. Bunlar hamısı baxma qabanda sən diri durublar, amma bunlar hamısı ölüdülər. Sən sadəcə get oxu, get onlarla dalaş, qoş şöhrət sənə çatsın. Bildirsən, eyni şeydir. Chaitanya Mahaprabhu deyir ki, mən onsuz da bu kainatı Krishna məhəbbətdə boğmuşam. Düzdür. İndi Prabhupada kimi yaxud da yerdə qalan hamısı bunu həyata keçirirlər. Bildirsiniz, Chaitanya Mahaprabhu'nun elədiyini həyata keçirirlər. O yüzden Srila Prabhupada Amerikadan getdi bu Krishna'nın bu ideyasını, şeyini həyata keçirdi. Bhaktivedanta Swami Srila Prabhupada ki nə deyib, bu həyata keçirdi. İndi bu hərəkətə qoşulanların hamısı müxtəlif dinlərin nümayəndələridir hamısı. Onlar nədir? Müsəlmanlardır, xristiyanlardır, əsasən xristiyanlardır, əsasən xristiyanlar idi. Xristiyanlığın banisi kimdir? İsa Aleyhisselam. İsa Aleyhisselamın adı İşa Krishna Das əslində. İşa Krishna Das. Onun adı İsus Xristos deyil. Ya. Öncə İslamda görürsünüz onun adı Vedalarda verildiyi kimi. Məhəmməd və Sallallahu təlimində görürsünüz o olduğu kimi verilib. İşa. Onda İsa. İsa. Onun adı İsa'dır. İsa Həzrət Vişnunun adıdır. Tanrı Vişnunun adıdır. İsa Krishna Das. Ona Hindistanda o adı vermişdilər. İndi o İsa Krishna Das əvvəlki dövrün insanları onu ötürə-ötürə gəlib çıxıbdı. İndi olubdu İsus Xristos. Xristos sözü Krishna sözüdür. Xristos deyil o, Krishna'dır. Ona bunlar Xristos deyirlər. O ki, Krishna sözünün tənəzzülə uğramış formasıdır. Kristos, Prabhupa'dan belə bir kitabı da var. Orada deyir ki, Xristos, Kristos, Krishna, Krishna. Bax, bu söz bu cür tənəzzülə uğrayıb. Krishna, Krishna, Kristos, Xristos. Bax, belə tənəzzülə uğrayıb, Krishna sözü çevrilib olub Xristos. İsus da İsus deyil, İsa'dır, İsa'dır, İsa. Ona görə Quranda da o İsa kimi gedir. İsus kimi yazılmır. İsa yazılır orada. Düzü oradadır. Yəni İsa Peyğəmbərin adının düzü Quranda deyiləndir. Bibliyada deyilən deyil. İsa da onun adı. İsus deyil. İsa Krishna. İsa Krishna Das. İsa Krishna Das. O adı ona Hindistanda veriblər. İnisiyasiya alıb Hindistanda. Ona görə də onun təlimi Krishna şuurunun təlimidir. Krishna şuurunu yayır. Baxma ki, dindarlar onu nə ediblər, mənimsəyiblər, özünküləşdiriblər, bizim dinimiz. İndi Krishna şuur hərəkatının yayanların hamısı nə deyim? Xristiyanlardır. İndi bu hərəkatın banisləri Chaitanya Mahaprabhu'nun dövründə. Chaitanya Mahaprabhu burada bu hərəkatı yaradanda 500 il bundan qabaq. Prabhupada bunu indi başladı. Neynədir? Həyata keçirdi. Düzdür. Amma bunu əslində başlayıb Chaitanya Mahaprabhu bu hərəkatı, nə? Harinam Sankirtan hərəkatını. Srila Prabhupada bunu çıxartdı, nədir? Chaitanya Mahaprabhu mərhəmətini çıxartdı planetin səviyyəsinə də.
Chaitanya Mahaprabhu'nun elədiyini təkrar edirəm fikirlərimi. Çünki bu çox ciddi məsələdir fikirləriniz. Yəni Krishna Arjuna dedi, mən bunları öldürmüşəm, sən get sadəcə olaraq döyüş, şöhrət qazan. Chaitanya Mahaprabhu da elə bir ki, Prabhupada dedi ki, mən bunu yaymışam. Sən get sadəcə həyata keçir, qoy şöhrət sənə gəlsin. Düzdür? Ona Chaitanya Mahaprabhu bu hərəkatı 500 il bundan qabaq başlayanda, baxın, Chaitanya Mahaprabhu'nun hərəkatının ilk Chaitanya Mahaprabhu'nun həmrahları, ən yaxın xidmətçiləri, ən yaxın xidmətçiləri Chaitanya Mahaprabhu'nun. 6 Gosvami idi. Ondan da qabaq Svarupa Damadar idi, Gosvami idi. Bu 6 Gosvami onlar ki, o kimlərdir ki, Chaitanya Mahaprabhu özü cəmisi 8 dənə şloka deyib gedib. Cəmi 8 şloka. Krishna Bhagavad Gita'nı danışıb bu boyda Arjuna, hə? 700 beytdən ibarətdir. Amma Chaitanya Mahaprabhu 8 dənə cəmisi şloka qoyubdur. Ona deyirlər Şikşaştakam. Hansıdır? Şikşaştakam. Çetodarpanam Arjanam Baba Mahadava Nirvapanam Shreya Karva Chandrika Vitaranam Vidava Jivanam Anandam Udivardanam Pradibadam Purnamrita Svadanam Sarvatmasnapanam Param Vijayati Shri Krishna Sankirtanam. Və s. Bu birincisidir. Bu 8 dənədir. Düzdür? Amma Chaitanya Mahaprabhu özünün bu hərəkatını sadəcə olaraq Harinam Sankirtanı, Tanrı müqəddəs adların tərnüm eləməklə başqa yolunuz yoxdur, başqa yolunuz yoxdur, başqa yolunuz yoxdur dedi və səlam. Özü də çıxdı küçələrə və başladı oxumağa, oxuyub oynamağa. Və o vaxtı Hindistanı Smarta Brahmanlar basmışdı. Yəni ki, knijniklər deyirlər, fariseylər deyirlər, şeylər bu Bibliya aləmində, knijniki fariseyi. Yəni, kitabların arasında, fəlsəfənin arasında itib batıb adamlar da. Hindistanda da belələrinə deyirlər, Smarta Brahmanlar deyirlər. Onlar onların işi gücü ancaq Vedanta Sutranı oturub öyrənmək, oxumaq idi. Onların da məsələsində impersonalist mayavadilər idi. Onlar deyirlər, Chaitanya Mahaprabhu sanyasidir, tərk-i dünyadır və ancaq oturub sanyasilərin işi Vedanta Sutranı oxumaq idi Hindistanda. Smarta Brahmanizm, Mayavadizm. Bunlar Chaitanya Mahaprabhu'nun oxuyub, oynayan görəndə, özü də görəndə ki, bu sanyasidir. Bunlar hamısı belə bir müəmmalı şey yaşayırlar ki, bu nə sanyasidir belə. Oturub Vedaları öyrənmək əvəzinə, Vedanta Sutranı öyrənmək əvəzinə düşüb küçələrə oxuyub oynayır. Belə bu nə sanyasidir. O Chaitanya Mahaprabhu'nun gətirirlər, otuzdururlar. Chaitanya Mahaprabhu deyir ki, mənim ruhani üstadım mənə deyir ki, sən o qədər səfeysən ki, sən Vedalara başa düşə bilməzsən. Allah hali şəxsdir. Allah insandan nə istəyirsə özü ondan tamdır, mükəmməldir. İndi bizdən mütilik istəyir, o özü mütilikdən mükəmməldir də. Mütilikdən mükəmməl, kamil şəxsiyyətdir. Deyir ki, ruhani üstadım mənə dedi ki, sən o qədər səfeysən ki, sən Vedaları başa düşə bilməzsən. Get, sən oxu, oyna. Ona görə də mən onu dedim. İndi Hindistanda da belədir ki, onlar ruhani üstadın sözü orada qanun kimi qəbul olunur. Ruhani üstadın adı gələndə hamı sakitcə səsini kəsir. İndi bu deyəndə ki, mənim ruhani üstadım mənə deyib, onlar sakitcə heç nə demirlər ki, bunun ruhani üstadı buna deyib, bu da bunu eləyir. Necə ki, o Prabhupada deyib, Amerikada Avropalılar, Amerikalıları şeyə çevirəndə, Brahmana çevirəndə, Hindistanın da Smarta Brahmanları, o fanatikləri, radikalları Prabhupadan qabağını kəsirlər, başlayırlar bunu təhqir eləmək, Prabhupadan üstünü getirmək ki, sən nətər bu mleçkaları, ət yiyənləri Brahman eləyirsən. Prabhupada deyir ki, mən sakitcən onlara deyim ki, bu mənim ruhani üstadımın göstərişidir. Mənim başqa, o mənə göstəriş verir, mən deyirəm. Ondan sonra hamısı üzlərini çevirilər, çıxdılar, getdilər və salam. Ruhani üstad deyəndə bu ənənədə şey var da, qayda var ki, ruhani üstadın adı sözü gəldisə və salam, hamı üzünü çevirib gedir, qutardı. Ruhani üstadın hökmündən o tərəfə heç nə yoxdur. İndi eləcə də Chaitanya Mahaprabhu deyir ki, mənim ruhani üstadım deyib ki, sən o qədər səfeysənsə, sənin oxuyub oynamaqdan başqa yolun yoxdur. Ona görə də mən oxuyub oynayıram. Heç nə demirlər. Və Chaitanya Mahaprabhu ancaq oxuyub oynayıb rəqs eləməklə bu Harinam Sankirtan hərəkatını Hindistanda, bütün Hindistana yaydı və sonra da dedi ki, 500 ildən sonra bu planetin hər kəndində, hər şəhərində bunu eləyəcəklər. Mən burada elədiyimi 500 ildən sonra bu planetin hər kəndində və şəhərində eləyəcəklər. Bax, indi onun dediyini Bhaktivedanta Swami Srila Prabhupada həyata keçirdi. İndi Chaitanya Mahaprabhu baxmayaraq belə bir 8 cəmi şloka dedi və onun missiyası sadəcə olaraq ancaq demişkən
Tanrı müqəddəs adlarının tərənnümü və yayılması bircə və fərdi tərənnümü oldu. Amma o onun həmrahları Altı Gosvami, xüsusilə də Sanatanın Rupa Gosvami ya o xüsusi göstəriş verir ki, bu hərəkat Bhakti Yoga hərəkatıdır. Bhakti Yoga fəlsəfə, Bhakti Yoga ənənəsidir. Yəni Tanrı müqəddəs adlarını tərənnüm eləmək, ona sədaqətli xidmət yoluna durmaq bu yolla, bu Bhakti Yoga prosesidir. Və onlara göstəriş verdi ki, Bhakti Yoganın nəyini, fəlsəfəsini, elmini qələmə alsınlar. Və onlar onu başlamamışdan qabaq da hər ikisi ilə o fərdi söhbət elədi və onlara yerli yataqlı nəsihətlər verdi. Yerli yataqlı onlara nəsihətlə təmin elədi ki, sonra da onlara göstəriş verdi ki, gedin, oturun, Bhakti Yoganın fəlsəfəsini yazın. Mən sizə verdiyim nəsihətlərin əsasında. Bax, gör onlar kim idi? Onlar əvvəldən Brahman ailəsində doğulmuşlar. Rupa Gosvami, Sanatana Gosvami qardaş idilər. Onlar Brahman ailəsində doğulmuşlar əslində. Amma sonradan İslam dini Hindistana gələndə onlar İslam dinini qəbul eləmişdilər. Olmuşlar müsəlman. Onlar adlarını da dəyişmişdilər. Onların birinin adı Dabir Kas idi, o birisinin adı Sakar Malik. Dabir Kas, Sakar Malik. Və onlar İslam elmini, Quran elmini, ərəb dilini, fars dilini çox mükəmməl surətdə bilən insanlardır. Mükəmməl surətdə bilirdilər. Hele belə yox, mükəmməl bilicidirlər. Ərəb dilinin, fars dilinin və bəzi başqa bir neçə dilin. Onlar dilin mükəmməl bilicilərdirlər, qrammatik. Və eyni zamanda da bu təbii ki, o elmi, Quran elmini bilən çox dərindən bilirdilər. Alim səviyyəsində, alimləridirlər. İslamın alimləridirlər bunlar. O dərəcədə ki, həmən ərazidə harda onlar yaşayırlar, oranın şahı, o Navab Hüseyin şah idi. O da müsəlman şah idi. Navab Hüseyin şah. İndi bu Dabir Kasla Sakar Malik o dərəcədə alim idilər ki, elmli idilər ki, İslam elmindən. O onların ikisini də özünə nazir götürmüşdü. Onlar o şahın nazirləri idilər. Ən yaxın köməkçiləri idilər. Elə bir ki, şahın biri sağ əli idi, bir də sol əli. Başa düşdünüz? İndi bunlar Chaitanya Mahaprabhu'nun adını eşidəndə mənim sözümün canı var, baxın hələ. Bunlar Chaitanya Mahaprabhu'nun adını eşidəndə, onun misyasını eşidəndə Rupa Gosvami gəlir Navab Hüseyin Şaha deyir ki, mən istifa vermək istəyirəm. O da deyir, sən dəlisən, nə istifa? Sən mənim sağ əlimsən. Mən sənsiz bataram, sən nə danışırsan, nə istifa? Deyir, yox, mən istəmirəm. Mən istəmirəm də bu xidməti, mən azad adam. Bir zülüm, xeyli bunların diskusiyasından sonra Navab Hüseyin Şah narazı halda bunu buraxır da, yəni istəməyə bunu buraxır və bunu Rupa Gosvami bir dənə böyük lotka, bir dənə qızıl pul, qızıl monetlərlə dolu bunun pulu olur da, elə bir ki, şey olur orada, qazandığı olur da. Onu da verirlər buna, bu çıxır işdən. Amma şey qalır hələ, nədə qardaşı Sanatana Gosvami qalır. Rupa Gosvami çıxır, Sanatana Gosvami qalır orada. Və günlərin bir günü Navab Hüseyin Şah hiss edir ki, Sanatana Gosvami işə çıxmır. Rupa Gosvami istifa verdi, getdi. Sanatana Gosvami də işə çıxmır. Və soruşanda da xəbər göndərir ki, özümü pis eləyirəm, xəstəyəm, nəyəm. Və günün bir günü Navab Hüseyin Şah atdan gəzə-gəzə gəlir, çıxır Sanatana Gosvaminin evinə. Baxır ki, bu oturubdur, tökübdür Vedaları, Hare Krishna oxuyur, Vedaları öyrənir. Deyir, sən deyirsən ki, mən xəstəyəm, sən burada oturmuşsan, Vedalar öyrənsən, Hare Krishna oxuyursan, bu nədir? O da deyir ki, sağ olsun, mən də istəyirəm istifa verim. Deyir, siz nə danışırsınız? Siz iki qardaş mənim əllərimi, qollarımı baltaladınız, çıxıb gedirsiniz. Və mən bu idarəni nətər həyata keçirdəcəm? Mənim ikisi də bu şahın vəzirləri idilər. Mən qəti şəkildə şah qəzəblənir ki, mən səni buraxan deyiləm. Sən özü öldür, səni buraxan deyiləm. Və işə çıxmalısan. Və Sanatana Gosvami çıxmır işə. Sakar Malik. Dabir Kas getdi, Sakar Malik işə çıxmır. Deyir ki, şah əmr verir, şahın əmrə də qulu asır, çıxmır da. Oturub ancaq eləyir da. Və Hüseyin Şah əmr eləyir ki, bilir ki,
Rupa Goswami kimi bu Sanatana Goswami də istəyir ki, qaçsın da şahın. Şah buraxmır da bunu ki, sənin işdən buraxmayacağım mən. Yəni ki, siz mənə lazımlı adamlarsınız ona görə. Onda elə bil ki, bu Hüseyin Şah başa düşür ki, bu nəsə bir oyun çıxardacaq da. Əmr eləyir ki, bu Sakar Maliki atın həbsxanaya, zindana. Götürürlər, atırlar bunu zindana. Başa düşür Sanata Goswami'ni götürürlər, atırlar zindana. Şahın əmri ilə. Rupa Goswami də gedəndə küllü miqdarda dedim axı böyük bir dənə lotka ona belə böyük bir dənə lotka qayıq ona qızıl pullar götürmüşdü. Bu bunun elə bir ki qanuni qazancı idi da, qanuni idi, topladığı idi da, maaşından yığdığı idi belə deyək. Baxma da o boyda şahın vəziri idi, sağ əli idi, naziri idi. O da o pulunu Rupa Goswami pulunu 4 yerə bölmüşdü. Yarı faizini 50 faizini aparıb vermişdi məbədə. Xrama hardakı xidmət eləyirlər Krishna. Yerdə qalan yarı faizini 2 yerə bölmüşdü. Bildiniz, 3 yerə bölmüşdü pulunu elə bir ki. 50 faizini məbədə vermişdi. Yerdə qalan 50 faizini 2 yerə bölmüşdü, 25-25 faizini. 25 faizini vermişdi qohum əqrabalarına, kimlər ki bunu. Nəyi var da qohum əqraba, paylamışdı onlara. 25 faizini da saxlamışdı, belə bir söz var, nafisək usulü ki, müəyyən bir ehtiyaclara. Ona görə bunun qulağına, Rupa Goswami'nin qulağına çatır ki, bu Hüseyin Şah, bunun qardaşı Sanatana Goswami'ni dustaq eləyibdi, zindana atıbdı. Ona görə xəbər göndərir, altdan xəbər göndərir Sanatana Goswami'yə ki, mən o qırağa qoyduğum o 25% qızıl pullar, manatlar filan yerdədir də. Onları götürüb zindandan çıxmağa istifadə edə bilərsən. O da əlaqə saxlayır, həmin o 25% gəlir buna, onu zindanın keşikçilərinə rüşvət verir, onu bu zindandan buraxırlar və Sanatana Goswami qaçır zindandan. İkisi də gəlirlər, qaçır, cəngəlliklə, bataqlıqla, meşənin içi ilə, o da qaçır ki, sezam xəstəliyi tutur, üstü başın yara tökür çaydan, Sanatana Goswami, siri sifəti, əl-ayağa tamiz yara tökür. Çişli suları içir, nə bilim orada qaçanda. Çünki şah bunu əməlli başda hədələmişdi da ki, sən ölümdür də sənin qaçmağın buradan. Ona görə o yolda bunu cürbəcür xəstəliyə tutulur. Dərisi, sifətini o Əyyub Peyğəmbər kimin bütün bunun üstünü yara tökür də hər yerindən, başa düşürsən. Belə gəlib çıxır Chaitanya Mahaprabhu'nun huzuruna. Bildiniz? Və Chaitanya Mahaprabhu belə göründə qucaqlayır. O da deyir, Chaitanya Mahaprabhu deyir, məni qucaqlama. Sən məni hər gün Chaitanya Mahaprabhu'mu qucaqlayırdı. Bu da deyir ki, mənim yaramın üstündən çıxan şirələr yapışır Chaitanya Mahaprabhu'nun üstünə. Deyir ki, öz-özünə deyir ki, hər gün Chaitanya Mahaprabhu məni belə qocaqlasa, özünə qərar verir ki, mən gəlib özümü öldürəcəm, intihar eləyəcəm. Chaitanya Mahaprabhu Allah Ali şəxs hər kəsin qəlbindədir. Tutur bunu bir moment belə fikir. Deyir, bədən sənə məxsusdur, sən gəlib intihar eləyəsən. Sən özünü mənə təhvil vermirsən. Sənin bədənin mənə məxsusdur. Mən də nə istəyirəm, onu eləyirəm, bunu təzədən qucaqlayır. Bu dəfə qucaqlayandan sonra bunun bədəndə nə qədər yağ var, hamısı silinib gedir. İndi mənim sözüm bunlar danışmaqda nədir? Bunların ikisi də müsəlman idi. Müsəlman, faktiki olaraq müsəlman idilər. İslam elminin alimləri idilər. O dərəcədə ki, onları şah özünə nazir eləmişdi, vəzir və onları buraxmaq istəmirdi. Sağ əli ilə sol əli idilər. Və bunlar gəldi qoşuldular Chaitanya Mahaprabhu'ya. Bu nə demək istəyir? Bu sizə nə deyir? Onlar qədər İslamı, Quranı, ərəb dilini mükəmməl surətdə bilən şəxs yox idi. O zamanədəki şahın, vəzirə, həddindən ziyadə güclü alimlər idilər və onların Krishna şuuri hərəkatının bugünkü gündə Bhakti fəlsəfəsinin nələri də açaryalardılar, ustadlarıdırlar ikisi də. Onların yazdıqları əsasında üzərində bugün Krishna şuuri hərəkatının nəyi durubdur? İdeologiyası. Kimlə? Sanatana Goswami ilə Rupa Goswami yazdıqlarının üstündədir. Onlar Chaitanya Mahaprabhu'nun ən sevimli həmrahlarıdırlar. Onlar Vrindavanda Krishna'nın nazil olduğu kənddə yaşayırdılar. Qocalana qədər orada yaşadılar
və gündə 2 saat yatırdılar. Hər gecə bir ağacın altında yatırdılar Vrindavanda. Hər gecə bir ağacın altında yatırdılar Vrindavanda. 2 saatdan çox yatmırdılar və gecə gündüz ancaq Bhakti fəlsəfəsini yazırdılar. İndiki dövrdə o vaxt oturmalıdılar, vərəqdə yazırdılar, köçürdülər, silirdilər, bir də təzədən yazırdılar. Və bundan da qabaq da Chaitanya Mahaprabhudan ayrı-ayrılıqda hərəsi təkbətək fərdi olaraq necə deyirlər, bu Bhakti Siddhantasının nəsihətlərini almışdılar, nəsihətlərini. Onlar neynirlər? Onlar bugünkü gündə bax bu Hare Krishna hərəkatı məhz Rupa Goswami ilə Sanatana Goswaminin mərhəmətinin üzərində durubdur. Xeyirduasının üzərində durubdur. Şrila Prabhupada özünü Rupanuga sayırdı. Rupanuga. Nuga xidmətçi deməkdir. Rupa Goswami xidmətçisi. Prabhupada deyir ki, mən Rupanugayam. Yəni mən Rupa Goswami'nin xidmətçisiyəm. Nökəriyəm. Prabhupada deyir ki, mən Rupa Goswami'nin nökəriyəm. Rupa Goswami kim idi? Müsəlman idi, gəldi, oldu. Düz deyil, o müsəlman olana qədər Brahman ailəsində doğulmuşdu. Sonradan gəlmişdi, İslam dinini qəbulləmişdi. Ərəb dilini, fars dilini mükəmməl surətdə, alim səviyyəsində bilirdi və Quran elmində alimi idi. Bilicisi deyirdi, alimi idi. Başa düşdünüz? Bu şəxsi, hər ikisi. Və şahın vəzirləri idilər, müsəlman şahın vəzirləri idilər. Onlar gəldilər, indi bugün dünyaya tuğyan edən Hare Krishna hərəkatının açaryalı, ustadları da, banisləridirlər onlar demiyorlar ki. Kim? Rupa Goswami ilə Sanatana Goswami. Növbəti etapda hələ Chaitanya Mahaprabhu nazil olmaqdan qabaq Hare Krishna Mahamantrasını yayan, oxuyum təbliğ edildi, gündə 300 min dəfə tərənnüm edir. Gündə 300 min dəfə tərənnüm edirdi. Kim? Haridas Thakur. Haridas Thakur müsəlman ailəsində doğulmuşdu. O valideynləri müsəlman idilər. Atası da, anası da. Və Haridas Thakur gündə Hare Krishna mantrasını 300 min dəfə oxuyurdu. 300 min. Biz gündə 16 kuruq oxuyuruq. 16 kuruqu sayanda alınır 1728 dənə. 1728. İndi bu gündə 300 min oxuyursa, bu nə qədər neçə kuruq oxuyurdu? 300 min dəfə hər gün oxuyurdu Hare Krishna mantrasını və sonra da dururdu, çıxırdı, başladı təbliğ eləməyə. Və Haridas Thakurun əhvalatını bilirsiniz ki, buna görə onun həmən yaşadığı yeri müsəlman şahı çağırtdırır, 21 bazar meydanında qamçılanmağına əmrin verir. Aparırlar Haridas Thakuru qamçılayırlar 21 bazar meydanında. Bunu qamçılayırlar. Bunlar nə qədər qamçılayırlar, o da deyir Hare Krishna, Hare Krishna, Hare Krishna. Və dayanmadan da bunu qamçılayan bu cəllatlara görə Allahdan üzr istəyir Krishna. Allah Krishna bağışla onları. O İsa peyğəmbəri çarmıxa çəkəndə İsa peyğəmbər deyir ki, Господи, прости их, они сами не знают, что творят. Deyir ki, Allahım onlara bağışla, özləri də bilmirlər nə edirlər. Ona görə Tanrının cəzası gəlmirdi bu İsa peyğəmbəri eləyənlərə. Bu cəza göndərilir gedir istiqamətini alır sinagoqa və sinagogun sirkələyir, bütün içində nə var hamısını tökür, pərdələrin zadı qırılır, tökülür. Həmən o cəzaymış ki, gəlmişdi bunu çarmıxa çəkənləri cəzalandırmağa, amma İsa peyğəmbər üzr istədiyinə görə cəzalandıra bilmir. Gedir sinagoqu dağıdır. İndi burada da Haridas Thakuru çırpırlar. Haridas Thakur deyir, bu döyənlərə görə Allahdan üzr istəyir. Bunu döyənlərə görə. Deyir, Allahım bağışla, bunlar bilmirlər nə edirlər. Sən bunlara bağışla, bilmirlər nə edirlər. Ona görə bunlar nə qədər qamçılayırlar, baxırlar ki, adətən bunlar deyir ki, biz insanı qamçılayanda bir bazarda, ikinci bazarda ölürdü, vəssalam. Amma bunu biz 21 bazar meydana qamçılayırıq, bu nəyin ki ölmür? Bunun bədəninə heç iz düşmür, qamçının izi düşmür. Niyə görə bu ölmür? O dərəcə çatır ki, bunlar döyənlər dizlərin vururlar, Haridas Thakurun qabağına düşürlər belə, əlləri qabardı, qan tökür əlləri. Qamçının vurmaqdan bundan əli qabarlayıb və qan gəlir. Deyir ki, biz səni döyməkdən əlimiz qabar basıbdır, qan tökülür. Amma sənin bədənində iz qalmır vurduğumuzda. Sən kimsən? Sən qabağına baş əyirlər buna, deyirlər ki, ey Mahatma, ey böyük can. Sən ölməsən, bizi şah ailəlikcə məhv eləyəcəkdir. Başa düşürsən sən bunu. Əgər səni biz öldürməsək, sən də ölmürsən, sənin bədəninə heç iz düşmür. Və sən ölməsən, bizi ailəlikcə şah məhv eləyəcək. Bütün ailəlikcə bizi öldürəcəkdir hamısı. Bu bunlara baxır, deyir ki, mən sizi mənə görə niyə öləsiniz ki?
Mən özüm bu bədəni tərk eləyərəm. Girir mistik yoga, bu Hare Krishna mantrasını oxuyan 300 min dəfə gündə. Nəyə qabiliyyətinə malik deyir ki? Girir özünün mistik yoga halına, bədəni, ruhun bədəndən çıxardır. Bədəndən çıxır, tap düşür bədəni yerə. Bu sevinirlər, bu cəllatlar, bu qamçılayanlar. Alırlar çiyinlərini, aparırlar şahın hüzuruna ki, döydü, öldü. Bu şahın da vəziri daha çox şey olur belə, yaramazın biri olur da, vəzir daha yaramaz olur, nəinki şahın özü. Vəzir deyir ki, aparın bütün hamıya göstərdin ki, müsəlman olub Hare Krishna oxuyan adamın taleyi bax budur. Haridas Thakurun taleyidir. Göstər, bütün əyaləti çiyinlərində gəzdirirlər, bu vəzir də qabaqda gedir. Görürsünüz, bax, müsəlman olub Hare Krishna oxuyan taleyi bu olacaqdır. İşte ondan o tərəfdən Induslar, Qanga çayının o tərəfindən Induslar görürlər bunu. Induslar oradan hara həşir salırlar ki, verin onun bədənini biz aparaq, yandıraq da Indus qaydasından bastıraq onu. Yəni, Indusların axı bu Hare Krishna oxuyubdur bu. Bu da qəzəblənir, deyir ki, yox, onu heç bir dini qayda qanun tətbiq eləmək olmaz. Çünki bu şeydir, kafirdir. Kafiri dini qayda ilə bastırmaq olmaz. Bağırır vəzir, deyir ki, onun aparın meydini, cəsədini tullayın çaya. Prosto belə də atın çaya qoy getsin. Heç yandırmasın da. Nə yandırın, nə bastırın. Tullayın çaya, axsın getsin. Aparlar bu meydini tulluyurlar çaya. Haridas Thakur da suya düşdü də. İndi suda nə? Yavaş-yavaş özünə gəlir də. Bir kilometr aşağı üzəndən sonra təzədən qayıdır, girir bədəninə, çıxır sudan. Çıxır sudan, gedir qıraqda başlayır yenə də Hare Krishna oxuyur, təbliğ edir. Bu şahın nələri, şahın şeyləri olur axı. Nələr olur? Cəsusları da. Onlar bunu görürlər, gelirlər şaha deyirlər ki, şaha Dakula deyirlər ki, şah sağ olsun, Haridas Thakur sağdır. Deyir, ola bilməz, qeyri-mümkündür. Mən özüm gözüm onu ki, ölüydü, onun nəbzi də yox idi. Yox idi, deyir, o deyir, sağdır, deyir, oxuyur. İndi şah səmimi olur da, vəziri yaramaz idi. Şah çağır, gəlir Haridasın hüzuruna özü. Bilin, deyir ki, baş əyər buna, deyir ki, mənim övladım, mən bağışla. Allah keçsin mənim günahımdan. Sən mənim bağışlansan, Allah mənim bağışlamayacaq. Sən söz doğrudan da möminsən. Mən böyük səhv eləmişəm sən belə cəzalandırmağın. Şah deyir, düzdür. İndi Chaitanya Mahaprabhu gələndə Haridas Thakur yaşlaşmışdı, qocalmışdı. Chaitanya Mahaprabhu Haridası çağırır yanına. Deyir ki, Haridas, sən o vaxt qamçılayanda bədəni və qamçının təsiri yox idi. Yadıma gəlir, deyir, hə. Deyir ki, sən niyə? Deyir ki, sən üzr istəyirdin o, sən döyənlərə görə. Mən də çakra sənin başı üstündə fırlanırdı ki, mən ondan başını kəsmək istəyirdim. Amma sən üzr istəyirdiyinə çakra donub qalmışdı göydə. Və onları cəzalandıra bilmirdi. Mən də əlacım qalmadı. Sənin o vəziyyətində mən gəldim, girdim sənin özüm, sənin bədənə. Chaitanya Mahaprabhu köynəyin qaldır, kürəyin göstərir ki, Haridas Thakura vuran izlərin hamısı Chaitanya Mahaprabhu'nun kürəyindədir. Allah insanın günah şeyini bu cür götür də üstünə xidmət eləyəndə. Sədaqətli xidmətə duranda deyir, insanın nə gəlirsə, negativ, pozitiv, hamısını verir Allaha, gedir, Allah götürür. Deməli, Haridas Thakura ona görə təsirlənmirdi ki, Chaitanya Mahaprabhu girmişdi onun bədəninə. Chaitanya Mahaprabhu, Tanrı Allah Ali şəxs, götürür də həmən dəqiq ona dəyənlər. Niyə? Çünki bu onlara görə üzr istəyirdi. Chaitanya Mahaprabhu onları cəzalandıra bilmirdi. Necə Jagai Namadai Chaitanya Mahaprabhu cəzalandırmaq istəyəndə Nityananda Prabhu girir, qucaqlır onun ayaqlarından ki, yox, öldürmə onları. İndi Haridas Thakur kimi idi, müsəlman idi. Müsəlman ailəsindən çıxmışdı. Gördünüz nətəri? Və Chaitanya Mahaprabhu onu Harinama Acharya adlandırır. Harinama Acharya. Harinam Acharya, müqəddəs adların tərənnümünün ustadı, Acharyası. İndi bütün Krishna Şuri hərəkatının üzvləri Haridas Thakurun qəbrinin üstündə gedib otururlar, dua edirlər, mantra oxuyurlar, ona xüsusi məhəbbət və ehtiram göstərirlər. Gördünüz nətəri? Mən bunu nə üçün danışdım? Bugünkü gündə Chaitanya Mahaprabhu'nun hərəkatı da iştirak eləyənlərə bu biliyin açılması həmən Krishna'nın burada dediyi məsələdir. Krishna burada deyir ki, bu ali sirri mənim xidmətçilərimə açan şəxsin saf sədaqətli xidmətinə nail olacağına zəmanət verilmişdir. Və o son nəticə mənim yanıma qayıdacaqdır. Bu dünyada mənə beləsindən əziz xidmətçi yoxdur və heç vaxt olmayacaqdır. Görün bunları da kim eləmişdir?
Mən sizə onu nümunə. İndi bugünkü gündə Baktividən də Swami Prabhupadanın tələbələrinin hamısı xristianlardır. Xristianlar xristian ailəsindən çıxanlardır. Yahudilərdir, Yahudi ailəsindən çıxanlardır. Onlar bugün Krishna Şura hərəkatını, Hare Krishna Mahamantrasını dünyaya yayanlar Yahudi ailəsindən çıxanlar, Yahudi dinindən, Xristian ailəsindən çıxıb Xristian dinindən olanlardır. Müsəlman ailəsindən çıxan müsəlmanlardır. Yəni bunlar hansısa başqa bir kateqoriya insanlar deyirlər. Ona görə mən dedim ki, Hare Krishna Mahamantrasının tərənnümünə Şrimad Bhagavatamda deyilir ki, biz onun üstə gəlib çıxacağıq inşallah. Hare Krishna Mahamantrasını tərənnüm etməyə gələn insanlar, o insanlardır ki, onlar Məhəmməd bin Sallallahu demişkən, səmimi insanlardır. Onlar bütün dinli proseslərdən keçiblər, bütün yogalardan keçiblər, bütün müqəddəs yerlərdə olublar, bütün zahidliklər eliblər və bütün fəlsəfi biliklərə yiyələniblər. Məhz o insanlardır ki, növbəti həyatlarında Hare Krishna mantrasının ada gələn kimi gəlib qoşuldular, götürüb onu həyata keçirdilər. Bax, bu həmən insanlardır. Bax, mən burada dayanıram. Ona görə də belə insan Krishna üçün əzizlidir. Belə insandan əziz insan yoxdur. Heç vaxt olmayacaq da. Kim? Hansı ki, mənim sədaqətli, sadiq xidmətçilərimə mənim barəmdə məxfi biliyi açıqlayır, izah edir. Mən burada dayanıram Bhagavad Gita'nın dəyərli dinləyiciləri. Kimisə sual olsa buyursun. Böyük məmnuniyyətlə çalışıram. Tanrı'nın mərhəməti sayəsində, ustadın mərhəməti sayəsində çalışıram, izah edeyim. Hare Krishna.